Referansda xronoloji və bioloji yaşı da öyrənmək olur. Maraqlıdır. Bu nə deməkdir? Ümumiyyətlə, yeni bir xidmətdirmi bizim ölkə üçün, yoxsa necə? Müəyyən oldu ki, mənim xronoloji yaşım bioloji yaşımdan çoxdur. Məsələn, 30 yaşım var, amma xronoloji yaşım 40-dır. Bu bir həyəcan təbildirmi? Nəsə etmək lazımdırmı artıq? Bu bioloji yaş əslində desək, bioloji yaş bizim qan göstəricilərimizə uyğun olaraq təyin olunmuş yaşımızdır. Burada dünyada istifadə olunan artıq bir müayinə növü hesab olunur. Təbii ki, hər bir insanın yaşı ilə onun bioloji yaşı üst-üstə düşə də bilər, artıq da ola bilər bioloji yaşı. Bioloji yaş qan göstəricilərinə uyğun olaraq təyin olunmuş bir yaşdır. Burada bizə müraciət edən pasientlər bunun sayəsində özlərinin gündəlik qida rasionundan tutmuş, gündəlik aktiv hərəkətlərinə kimi idarə edə bilirlər və bir növ buna baxaraq, bu göstəricilərə baxaraq özlərinin gündəlik həyatlarını motivasiya etmiş olurlar. Əslində buna uyğun olaraq biz gələcək həyatımızı da belə deyək, artıq formalaşdıra bilirik, həyatımızı seçə bilirik, dəyişə bilirik bioloji yaşa uyğun olaraq. Çünki bu insanlar bunu gördükcə və xronoloji yaşda bu fərqləri gördükcə bəziləri dediyiniz kimi sevinirlər, bəziləri məyus olurlar və məyus olanlara da xəbərim odur ki, məyus olmasınlar. Yəni bunun bioloji yaşda artıq bizim proqramda, tətbiq etdiyimiz proqramda pəhrizdən tutmuş aktiv hərəkətlərə kimi göstərilir ki, necə öz yaşlarını xronoloji yaşa və hətta alta gətirə bilərlər.